Hər birini salamlayıram əziz abituriyentlər, xoş gördük sizləri. Bugün bu videoda sizləri necə deyirlər, motivasiya edici, bəziləri yatıblar, o yatmışları ayıltmaq üçün olan bir videodur. Əminəm ki, yəni çox qəşəng burada motivasiya verəcəm sizlərə. İmtahana bilirsiniz ki, 4 ay 10 gün qalıb. Martın ilk həftəsi olur həmişə imtahan. Və bu illərdə martın 1-i deyəsən bazar gününə düşür. Çox güman imtahanın birinci mərhələsi martın 1-i olacaq, yəni birinci imtahan. O birisi də martın 8-dən düşür, də deyirsən, 7-dən ya 8-dən düşür, onda olacaq. Yəni çox güman belə olacaq. Həmişə martın ilk həftəsinə düşür. Keçən illəri martın 2-si idi ya 3-ü idi. Və demək olar ki, 4 ay 10 gün qalıb və bəziləri narahatdır, bəziləri hələ dərk eləmir ki, vaxt gəlib çatıb, yanvarı gözləyir, yanvarda dərk eləyəcəklər. Amma əzizlər, mən sizə bu videoda elə motivasiya verəcəm ki, inşallah əminəm ki, bu videonun sona qədər qulaq asanlar artıq necə deyirlər, başlayacaqlar və 100% uğrunda məqsəd qoyacaqlar qarşısına. Deməli uşaqlar, gəlin başlayaq. Mən bu danışdıqlarım havadan, sudan olmayacaq, öz təcrübələrimdən olacaq. Yəni bilirsiniz ki, artıq 6 ildir demək olar ki, mən həm əyani, həm onlayn dərs keçirəm və bu 6 ildə gördüyüm şagirdlərlə olan təcrübələrimi sizlərə danışacağam. Deməli uşaqlar, bax, məsələ nədir? Şagirdlər, birinci mən riyaziyyəti yaxşı olanlar və riyaziyyəti zəif olanların arasındakı fərq nədir? Bu əslində bir qlobal bir şey deyil. Ən böyük fərqlərdən biri nəticəsi zəif olanlar az çalışanlardır, nəticəsi güclü olanlar çox çalışanlar. Bu, yəni hamının bildiyi bir şey. Yəni hansı şagird ki, çox çalışırsa, onun nəticəsi həmişə maksimal olur. Bunu göz önündə biz görürük. Şagird nə qədər güclü olsa da, məsələn, o qədər mən hər illəri həm əyanidə, həm onlaynda A qrupları açıram. Və məsələn, görürəm ki, A qrupunda şagird var, qəşəng başı işləyir riyaziyyəti, amma oxumur. Oxumur şagird. Və o gedir 18 dənə, yəni 100 baldan 60 bal, 70 bal yığır. Nə qədər olub qabağımıza çıxıb? Faktiki bu adam 100 bal yaza bilər, biraz əziyyət çəksə. Adam heç nə oxumur. Elə belə yüngülvari vərəqləyir, yola verə-verə gedir və axırda gedir 60 bal, 70 bal yığır. Faktiki bu adam 100% yaza bilərdi. Amma başı qəşəng işləyir də, yəni riyaziyyəti götürə bilir. Bəs niyə bunlar olur? Çünki adam çalışmır. Deməli, hər şey çalışmaqdan asılıdır. Və o qədər də şagird görmüşük ki, şagird zəifdir, B qrupuna düşüb, amma gedib 100% yazıb. Çünki həmin şagird çox çalışıb, gecə-gündüz çalışıb. Çox görmüşük bunları. Məsələn, adi, mən indi yadınızdadırsa, mən 2 il əvvəl ümidlə video çəkmişdim. 2 il əvvəl ümidlə videomuzda demişdim ki, ümid mənim yanıma gəldi yanvarda gəldi. Əvvəl elə bil məzuna qalmışdı, çünki oxumaq fikri yox imiş, məzuna qalmışdı. Sonradan, məsələn, məzuna qalıb, növbəti ilə keçib və növbəti ildə sentyabrdan hazırlıqlara başlamayıb. Birdən gəlib, imtahana 2 ay qalmış, yanvarda deyib ki, mən hazırlaşmaq istəyirəm, yəni mən qarşısına məqsəd qoyub ki, mən universitetə girəcəm. Birdən-birə qarşısına məqsəd qoyub. Hətta 2 aydan da az müddət qalmışdı. Və o gəldi, hazırlaşdı, əyani şəkildə gəldi. Adam getdi, 25 sualdan 23 düz yazdı. Bilirsiniz bu nə deməkdir? Yəni, fantastika. 25-dən 23. Hətta o 2 sualı da bildiyi suallar idi. Yəni, bilirdi o sualları. Sadəcə texniki səhv eləmişdi. Yəni adam, niyə? İndi mən gəlin onun sizə hazırlaşma metodunu deyim. Məsələn, əyani gəlirdi mənim yanıma, necə digər uşaqlar qrupda gəlirdilərsə, o da gəlirdi yanıma və o çox çalışırdı. Bir də gördün, gecə saat 2-də mənə yazır ki, müəllim, bu sınağın izahı videosu hardadır? Nə bilim, bu sual necə olur, müəllim, bu nətər olur? Bir də gördün, mənə gecə yazır 2-də, 3-də soruşur bunları, videolar istəyir məndən. Baxırdım ki, mənim bütün videolarıma baxıb. İndi görüm, Ümid bu illərdə alınsa, ondan video çəkəcəyik. Bütün videolarıma baxmışdı. Mövzu izahlarıdır, sınaqlardır. Nə qədər sınaq atmışdım, hamısını 2 ay içərisində işləmişdi. Gecə-gündüz. Çünki adam qarşıya məqsəd qoymuşdu. Və getdi, yazdı. Və qısa zamanda da 400 neçə balla universitetə qəbul oldu. Hətta bloka hazırlaşanda yenə necə deyirlər, başını buraxmışdı, az oxuyurdu. Yəni istəsəydi daha da gedib 500-ü də keçərdi, 600 də keçərdi. Prosto yəni istədiyin əldə eləyəndən sonra ona 400 plus bəs eləyirdi, daha artıq dərinliyə getmədi.
Deməli, bəs bu niyə keçən il məzuna qalmışdı? Niyə oxumur? Çünki adam məqsəd qoymamışdı. İstəmirdi. Bax uşaqlar, mən həmişə deyirəm şagirdlərimə ki, riyaziyyatı öyrənmək üçün birinci onu istəmək lazımdır. Yəni sən onu istəməlisən. Yəni qarşıya məqsəd qoymalısan ki, mən bunu öyrənməliyəm və o öyrənməyi istəməlisən. Çünki bizim əksər şagirdlər öyrənməyi istəmir. Riyaziyyatı özündən kənara buraxır. Yəni kənarlaşdırır özündən. Uşaqlar, necə deyirlər, qapınızı açın, riyaziyyatı içəri buraxın. Qoy gəlsin riyaziyyat, yaxınlaşsın sizə. Qorxulu deyil. İnanın ki, qorxulu deyil. Qoy gəlsin, yaxınlaşsın sizə. Bax, öyrənmək istəyin. Yəni riyaziyyatı öyrənməyi ürəkdən istəyin. Yəni qarşıya məqsəd qoyub ürəkdən istəsiz alınacaq. Mən buna çox nümunə çəkə bilərəm. İndi yenə birazdan yeni nümunə çəkəcəm. Siz sadəcə riyaziyyatı beyninizdə bitirmisiniz. Yəni yaxın buraxmırsınız, kənarlaşdırırsınız, deyirsiniz ki, alınmayacaq, çətin olacaq. Cəmaət məsələn də, yəni 2 ay, 3 aya gedib bu nəticəni əldə edir. Siz hələ indi gör nə qədər müddət qalıb. Yəni 4 aydan çox müddət qalıb və üstəgəl əvvəlində hazırlaşmısınız da, belə deyək. Müəyyən qədər hazırlaşmısınız. İnandırım ki, sizi bu dəqiqə qarşıya məqsəd qoysanız, gedib 100% yazarsınız. Uşaqlar, buraxılış heç nədir. Buraxılış heç nədir. Həqiqətən heç nədir. Mən burada durub yalan danışmıram. Açın, baxın buraxılış suallarına, keçən il suallara, o birisi il əvvəlki suallara açın, baxın. Görün, nə düşüb orada, necə düşüb. Hər mövzunun ən asadları düşüb. Maksimum 2-3 dənə sual çətin olur. Onu da biraz çalışanlar yaza bilir. Sadəcə yetər ki, məqsəd qoyub, hər gün məşğul olmaq lazım. Hər gün məşğul olun, hər gün çalışın. Bax, yanıma yenə də hazırğa gələnlər var. Məsələn, 10-cu sinifdə də gəlirdilər. Çox zəif idilər, B qrupundaydılar. Çox zəif idilər riyaziyyatlar. Valideynləri ilə danışırdım. Hətta bir ara qrupdan çıxarmaq istədim ki, siz çalışmırsınız, məsuliyyətsizlik eləyirsiniz. Nə verirdim, etmirdilər, yazmırdılar. Amma bu illəri mən gözlərimə inana bilmirəm ki, həmin o keçən illəri, o dediyim zəif dediyim şagirdlər, bu illəri ən güclülərə çevriliblər. Çünki bu illəri artıq riyaziyyat öyrənmək istəyirlər. Çünki baxıram ki, adam çalışır. Ümumiyyətlə, çalışan şagirdin sifətinə baxan kimi də gəlib otururlar hazırlıqda. Mən baxan kimi tuturam ki, bu adam çalışıb, yox çalışmayıb. Adamın o gözlərində məqsəd görürəm mən. Görürəm ki, aha, bu məqsədi var. Bu, nə deyirəm, qeyd eləyir. İzahı verəndən sonra soruşur, müəllim, bu niyə belə oldu? Özü başlayır, qeyd eləyir. Baxıram ki, nə atmışamsa işləyib, nə qədər sınaq. Nə qədər saysız hesabsız sınaq atıram, hamısını işləyib, videolarıma baxıb. Və adam baxıram ki, istəyir və çıxarıram lövhəyə, suallar verirəm, istədiyim sualı cavablayır. Keçən illəri heç müxtəsəri bilməyən adam bu illəri, deməli problem nədəymiş? Keçən adam riyaziyyat öyrənmək istəmirdi. Riyaziyyatı beynində bitirmişdi keçən illəri. Yaxın buraxmırdı, uzaqlaşdırırdı riyaziyyatı. Qaçırdı riyaziyyatdan, yəni. Həftədə 2 dəfə hazırlıqdan gələndən gələnə, məsələn, tutaq ki, 3-6 gəlirdilərsə, 2-ci gün, bir də 5-ci gün yüngülvarı baxırdılar ki, yola versinlər hazırlığı, gəlirdilər və riyaziyyatı elə bil ki, hər gün çalışmırdılar, uzaqlaşdırırdılar, qaçırdılar, yan gəzirdilər riyaziyyatdan. Amma bu illəri riyaziyyatı buraxıblar içəri, məqsəd qoyublar ki, mən bunu öyrənəcəm, mən universitetə qəbul olacağam və artıq riyaziyyat onlara çox rahat gəlir. Və həqiqətən də nəticələrində də mən bunu görürəm. Və o adam da gedib, yəni mən demirəm 25 yazacaq. 25 yazmayacaq adam. 20 yazacaq, 18 yazacaq, 22 yazacaq. Normal bir bal toplayacaq da, bir 80 bal toplayacaq. Adama 700 bal lazım deyil ki. Elə hamı 700 toplayacaq deyə bir şey yoxdur ki. Əsas odur ki, adam gedib 10-12 dənə yazmayacaq ki. Normal bir bal toplayacaq da, yəni hərəsindən elə bir 80 bal yığsa 240 bal eləyir. Gedib blokdan da nə qədərsə yazanda 500-ü keçir, 400-ü keçir, 600-ü keçir. Yəni, demək istəyirəm ki, bax, təcrübə, həqiqətən də təcrübələr bunu deyir ki, şagird ki, riyaziyyatı yaxın buraxdı, öyrənmək istədi. Yəni, qarşı məqsəd qoyur ki, mən bunu öyrənmək istəyirəm və salam, başqa heç nə lazım deyil bizə. Öyrənmək ki, istədi, qutardı, getdi, iş bundan bitdi. Bax, bunu edin, bunu bacarın. Nə qədər ki, riyaziyyatdan kənar gedəcəksiniz, beyninizdə riyaziyyatı bitirmişsiniz, yox, mən bunu bilmirəm, çətindir, öyrənə bilmirəm, riyaziyyat mənlik deyil. Nədir ki, bu sözlər beyninizdə varsa, öyrənə bilməyəcəksiniz. Gedib elə 10, 12 dənə, 13 dənə yazacaqsınız. Amma nə vaxtda ki, məqsəd qoysanız ki, mən bunu öyrənəcəm, bu çətin deyil. Çətin gəlsə belə hər gün məşğul olsanız alınacaq. Bax,
Bir qatar düşünün. Qatarın ağırlığı minlərlə tonlarladır, yəni 1000 tonlarladır. Bu reysdən çıxanda onu, məsələn, insanlar tutaq ki, itələyib reysə salmaq istəsələr və yaxud da qatar reysdən çıxmış vəziyyətdə bunu itələyirsən ki, bu hərəkətə gəlsin. Sizcə o yeri yox, çünki onun təkəri yoxdur ki, o reysdən gedir. O hərəkət eləməyəcək. Bax, sizdə də bu dəqiqə vəziyyət elədir. Sizin qatarınız necə deyirlər, reysdən çıxıbdır. Riyaziyyat cəhətdən qatarınız reysdən çıxıbdır. Yəni siz artıq yerdəsiz, torpaqda, qumdasınız, daşdasınız. Sizi itələməklə hərəkət eləyə bilməyəcəksiniz. Deməli, reysə qoşulmaq. Reysə qoşulmaq üçün də bunu bir böyük güc sərf eləyib reysin üstünə atmaq lazımdır. Amma o böyük güc sərf eləyib reysin üstünə atandan sonra, reysə düşəndən sonra ona yüngül bir tərpətməklə o artıq reysdə də hərəkət eləyəcək dünyanın bu başından o başına kimi. Yəni, artıq riyaziyyatınız düzələcək. Sizə başqasının köməyi olmayacaq. Siz öz xodunuzla yavaş-yavaş gedəcəksiniz. Bax, məsələ budur. Bəs o hansı böyük qüvvə lazımdır? Sən o qatarın reysdən çıxmış hissəsini reysin üstünə atmaq. Ona bir böyük qüvvə lazımdır, güc lazımdır. Bax, o böyük qüvvənin biri bu videodur ki, sizi motivasiya verir ki, siz başa salır ki, sizi bir ay, 2 ay əziyyət çəkin, bir ay, 2 ay əziyyət çəkin, o qatar reysə salın. Ondan sonra heç sizə riyaziyyat oxu deyən olmayacaq. Siz özünüz riyaziyyatı oxuyacaqsınız. Həqiqətən deyirəm. Mən bunu söz verirəm ki, siz bunu edin, sonra mənə gəlib burada kommentdə yazacaqsınız. Hər il bu cür videolar çəkirəm. Neçə şagird bu videolardan sonra düzəlir. Hətta bir şagird belə düzəlsə, bu mənim üçün böyük bir iş sayılır ki, yəni bir nəfərin belə deyək də, yaxşı doğru getməsinə vasitə ola bildim. Nəinki buradan bilirəm ki, mənə deməyən, yəni görmədiyim yüzlərlə şagird var ki, bu cür videolar vasitəsilə o reysə düşürlər. Reysə düşmək üçün də 1 ay, 2 ay. Əlbəttə ki, səncə ağır bir qatar təsəvvür elə, ağırdır. Onu reysə salmağa çox böyük güc lazımdır, qüvvə lazımdır. Bax, riyaziyyatda da o reysə düşmək üçün biraz çətindir, başa düşürəm. 1 ay, 2 ay çox çətin olacaq. Necə deyirlər, itin zülmünü çəkəcəksiniz. Çətin gələcək. Yəni, bütün o əvvəldə olan o beyindəki o riyaziyyatda inkar edən şeyləri atmazsınız ki, mən öyrənə bilmirəm, mən yaza bilmirəm. Bunları atırsınız. Hər gün çalışın, hər gün. Kimin vaxtı varsa 2 saat, kimin vaxtı yoxdursa 1 saat. Hər gün mövzunu təkrarlayın. Məsələn, bugün açın. Mənim sınaqlar qrupum var, əzizlər. Bax, indi onu reklam kimi çıxsın, çıxmasın, fərqi yoxdur. Qoşulun o sınaqlar qrupuna. Məsələn, mənim sınaqlar qrupuna. Çox cüzi bir qiymət qoymuşuq. O qiymətdə demək olar ki, texniki şərtlər, əziyyət haqqıdır. Orada mən yüzlərlə sınaq işlədirəm də şagirdlərə yavaş-yavaş. Hər gün demək olar ki, sınaqlar var. Bütün tiplərdən sınaqlar var. Həmin o sınaqlar qrupunda. Qoşulun ora, bütün mövzular, məsələn, naturaldan bəlkə 8 dənə sınaq var. Nə bilim, kvadrat köklərdən 5 sınaq var. Hər mövzudan düşmüş suallardır, güvənin suallarıdır, dimin suallarıdır, OTK-dır. Hər şeydə, yəni, nə varsa yerləşdirirəm izahlı şəkildə. Qoşulun, öyrənin də, yəni, tutaq ki, dərs qruplarımız da var. Onlayn dərslərimiz davam edir, əyani dərslərimiz davam edir. Tutaq ki, sən indi onlayn dərsə və ya əyani dərsə qoşulmaq istəyirsənsə, buyur qoşul. Orada da gözəl öyrənəcəksən. Yox, kimsə qoşulmaq istəmirsə, sınaq qrupuna mütləq tövsiyə edirəm. Sınaq qrupunda çünki demək olar ki, bütün sınaqlar var. Cüzi ödənişlə işləyəcəksən onları. Mən onsuz da həmin o sınaqların hamısını öz əyani qruplarıma, öz onlayn qruplarıma işlədirəm hamısını. Bu cür təkrarla. Məsələn, götür bugün hansısa bir mövzunu həqq edədilər. Bir 10-15 dəqiqə kitabdan qaydaları təkrarla və yaxud da videosuna bax, mənim izahlarım da var hamısı. Sonra keçirsən, bir dənə sınaq işləyirsən və yaxud da topludan suallar işləyirsən. Aha, bunu təkrarladım, bunu öyrəndim. Sabah yenə, bir gün. Əgər siz hər gün məşğul olsaz, sizin riyaziyyatınız olacaq maksimal. Yəni, ümumiyyətlə, yadda saxlayın ki, uğurlu olmaq istəyirsənsə, hər gün məşğul olmaq lazımdır. Yəni, hər gün məşğul olan insan ola bilməz ki, uğursuz olsun. O alınacaq. Və 1 ay, 2 ay sizə çətin gələcək. 1 ay, 2 aydan sonra artıq o qatar ki, reysə düşdü. Artıq siz riyaziyyatı kimsə deməsə belə özünüz oxuyacaqsınız. Artıq riyaziyyat sizə çox rahat gələcək. Bax, bunu etmək lazımdır, bunu bacarmaq lazımdır, əzizlər. Və mənim sizə çox tövsiyəm, mütləq şəkildə bunu edin. Sonra yadda saxlamaq üçün hər dərs təkrarlar edin. Məsələn, bu gün hazır, həmişə deyirəm o sözü. Bu gün hazırlıqdan evə getdiniz, həmin günün hazırlığını həmin günü işləyin. Siz saxlayırsınız, 3 gün sonra baxırsınız. 3 gün sonra artıq o müəllimin
Məsələn, siz tutaq ki, hazırlığa gəlmisiniz 5-ci gün, bir də 2-ci gün olacaq hazırlıq. 5-ci gündən gedirsiniz, baxmırsınız, 6-cı gün baxmırsınız, bazar günü baxmırsınız. 1-ci gün, məsələn, deyirsiniz ki, hə, mənim sabah riyaziyyat hazırlığım var. Baxırsınız 1-ci gün və artıq 1-ci günə gör neçə gün keçib. Sizin artıq müəllimin 5-ci gün dedikləri köhnəlib, yaddan çıxıb. Amma siz gedib 5-ci gün və yaxud da 6-cı gün o riyaziyyatla məşğul olsanız, müəllimin dedikləri isti-isti beyninizdə olacaq. Artıq siz daha irəli getmiş olacaqsınız. Üstə gəlinsin, müəllimin hər dəfə dərsdə izah elədiyi, mən məsələn, hər dəfə dərsdə 30 sual izah edirəm. O 30 sualı, həmin o dərsdə izah edədiyim 30 sualı, siz gedib dərsdən sonra təzədən bir daha onun bənzərlərini işləsəz, o suallar yadınızdan çıxmayacaq. Bax, riyaziyyat əziyyət tələb edir, zəhmət tələb edir. Yəni, riyaziyyatda, yenə deyirəm, o reysə qoşulmaq üçün gərək bir müddət əziyyət çəkəsən, ondan sonra düzəlir. Amma əminəm ki, o düzələcək. Bir də sizə gözəl xəbərim var. Əvvəl videoda paylaşmışdım, bizim yarış olacaq. Və bu yarışda hədiyyəli yarışdır. 1000 manatlıq yarışdır, yəni ümumi paket 1000 manatdır, amma təbii ki, onu bir nəfərə verməyəcəm. Bölüb hissələrə, birinci yer 300 manat, ikinci yer 200, üçüncü yer 100 manat, sonra başqa hədiyyələr var orada. 2 qrup açılıb artıq, WhatsApp qrupu. Biri dolubdur, ikincisi də az qalıb dolmağa. İnşallah oktyabrın olacaq 26-sında, axşam saat 9-da onlayn şəkildə olacaq. Hədiyyəli yarışdır, mütləq qoşulun, istifadə eləyin, onu da məlumat verim. Və kanala abunə olub yazmağı unutmayın. Bir öz fikirlərinizi kommentdə bölüşün. Görüm ki, fikirləriniz bölüşün, görək necə hazırlaşırsınız, proqramınız harada, ümumiyyətlə hansı mövzudasınız proqramda. Onu hamı bir dənə yazar, hansı mövzudadırsa. Bir də ki, ümumi vəziyyətiniz nə yerdədir, proqramınız, necə proqram qurmusunuz. Bir məsləhətləşək, bəlkə öz dəyərli fikirlərinizi digər şagirdlərə də verəsiniz. Biz də baxarıq ona, görək bəlkə yaxşı proqram olsa biz ondan istifadə eləyək. Əzizlər, dayanmayın, hələ heç nə gec deyil, bacaracaqsınız, sadəcə qarşıya məqsəd qoyub başlamaq lazımdır, başqa heç nə lazım deyil. Məqsəd qoyub qarşınıza başlasa, sizin qabağınızda heç nə dayana bilməz. Gedib istədiyiniz bal toplayıb, istədiyiniz universitetə qəbul ola bilərsiniz. Mən bunu sizi, necə deyərlər, fərəhləndirmək üçün demirəm ki, mən bunu olan şeyləri deyirəm də, yəni gördüyüm təcrübələrlə deyirəm ki, kimsə qabağına, insan qabağına ki, məqsəd qoydu, o insanın qarşısına heç nə ala bilməz. Yəni o bacaracaq onu. Çünki beyin elə bir orqan mı deyim, beyin elə bir orqandır ki, yəni nə desən onu edir və bunu bacarır. Minlərlə insan bunu bacarsa, sən niyə bacara bilməyəsən? Sadəcə o məqsəd qoymaq və qətiyyətli olmaq lazımdır. Başqa heç nə lazım deyil. Mən sizə inanıram və əminəm ki, bu videodan sonra minlərlə, yüzlərlə şagird necə deyək ki, o yatmışdırsa ayılacaq və başlayıb gedib nəticəsini artırıb, sonra gəlib ilin axırında bu videonun altına komment yazacaq ki, bəli, müəllim, bu videodan sonra mən məsələn 15 dənə yazırdım, artıq 25 dənə yazıram, 23 dənə yazıram. Yəni nəticəmi nə qədər artırmışam, mən buna əminəm. Sağ olun, salamat qalın, görüşənə.